أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على خير خلقه أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم واذكر نعمة الله عليكم صدق الله العلي العظيم والسلام عليكم ورحمة الله وبركاته. Əziz və hörmətli möminlər, cümə gününüzü təbrik edirik. Bugünkü cümə söhbətimizin mövzusu ilahi nemətlər haqqında olacaqdır. İlahi nemətlər dedikdə biz həm dünyəvi nemətlər, həm uxrəvi nemətlər, həm özümüzün bədən üzvlərimiz də daxil olmaqla uca Rəbbimiz tərəfindən bizə ərmağan olmuş, bizim üçün yaradılmış bir çox nemətlər haqqında söhbət edəcəyik. Bildiyiniz kimi, həm Qur'an-ı Kərimdə, həm də məsumlarımızın mübarək kəlamlarında nemət mərkəzi yeri tutan mühüm terminlərdən, mühüm mövzulardan biridir. Əgər biz həm Qur'an-ı Kərimin və həm də Peyğəmbər əleyhissalamın, o cümlədən məsum əhl-i beytin mübarək kəlamlarına baxdıqda görürük ki, nemət iki əsas qismə bölünür. Onlardan birincisi dünyəvi nemətlər, ikincisi isə uxrəvi nemətlər adlanır. Və yaxud da ümumiləşdirsək, deyə bilərik ki, nemətlər həm də bizim özümüzün daşıdığımız nemətlər, məsələn, bədən üzvləri kimi və həmçinin kainatla əlaqədar olan, yəni həyat sürməyimiz üçün, yaşamağımız üçün bizə Allah tərəfindən verilmiş nemətlər. Ümumiyyətlə, nemət sözü haqqında danışarkən həm də bunu nəzərə almaq lazımdır ki, Qur'an-ı Kərim bizə bəzən tamamilə başqa və əsl nemət olan bir nemətdən də bəhs etmişdir. Biz bu mövzuda ötən söhbətlərimizin birində danışmışıq. O nemət həm də əhl-i beytin imamət və vilayət nemətidir. Maidə surəsindəki ayə buna dəlildir. Və yaxud da onlardan mütləq nemət haqqında soruşulacaqdır ayəsinə İmam Cəfər-i Sadiq əleyhissalamın cavabı bu olubdur ki, o imamət haqqında olan nemətdən siz sorumlusunuz. Bugünkü mövzumuz isə tamamilə fərqli olaraq qeyd etdiyimiz kimi bizi əhatə edən və bizim özümüzün daşıdığımız bir neçə nemət haqqında söhbət açacağıq. Ümumiyyətlə, nemət dedikdə nə nəzərdə tutulur? Bu, çox önəmli bir məsələdir. Nemət sözü ümumilikdə Qur'an və hədis terminologiyasında rəhmət, ehsan, rifah, gözəl yaşayış və s. bu kimi mənaları ifadə edir. Amma terminoloji olaraq nemət sözünə belə bir tərif vermək mümkündür ki, nemət dedikdə uca Rəbbimizin bizə əta etdiyi hər bir şey,
hər bir şey dedikdə bütün kainat da bura daxildir. Daxilimiz də bura daxildir. Düşüncəmiz də, gözlərimiz, eşitməmiz və s. Hər bir şey indi birazdan qeyd edəcəyimiz bir çox ayələrdə görəcəksiniz ki, ilahi bir nemət kimi bizə təqdim edilmişdir. İndicə diqqətinizə çatdırdığım ayə Bəqərə surəsinin 231-ci ayəsi idi. Uca Rəbbimiz bu ayədə وَذْكُرْ نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ Allahın sizə olan nemətini xatırlayın. Əslində bugünkü xütbəmiz bir sual üzərində qurulur. Biz nemətləri nə zaman xatırlayırıq və ya nə zaman xatırlamalıyıq? Əfsuslar olsun ki, bəzən biz insanlar nemətlər əlimizdən çıxdığı zaman onun haqqında düşünməyə, təəssüflənməyə başlayırıq. Amma o nemətlər bizim əlimizdə olduğu təqdirdə bəzən o nemətlərə qarşı bizdə bir biganəlik özünü göstərir. Məsələn, bir insan öz sağlamlığını itirdiyi zaman sağlamlığın necə böyük bir nemət olduğunu və yaxud zamanını itirdiyi zaman zamanın necə böyük bir nemət olduğunu və s. anlamış, başa düşmüş olur. Amma Qur'anın bu ayəsi, yəni Bəqərə surəsi 231-ci ayə bizə xüsusi bir təlimat verir ki, nə bada sizə verdiyim nemətlərə biganə yanaşasınız, nə badə o nemətlərdən qafil olasınız. Ayə eşitdiyiniz kimi əmr formasındadır. Necə Qur'an əqimus salata və atuz zakata, yəni namazı qılın, zəkatı ödəyin deyə buyurursa, eləcə də bu ayədə eşitdiyiniz kimi vazkur ni'metallahi aleykum. Vazkur zikr et, xatırla, yadından çıxartma mənalarını ifadə edir. Zikr sözünün əmr formasıdır. Biz bəzən elə bilirik ki, zikr dedikdə, məsələn, təkcə Allahu Əkbar, Subhanallah və s. bu kimi zikirləri deməkdir. Xeyr, bu zikirlərin öz yeri. Həm də zikir nemətləri xatırlamaqdır. Nemətlər haqqında düşünməkdir. O nemətlər, məsələn, güzgüyə baxdığımız zaman gözümüzə görə, qulağımıza görə, dilimizə görə, dodağımıza görə və s. şükür səna edək. Qur'an bu məsələləri açıq-aşkar və biraz da təhdidli şəkildə ortalığa qoymaqdadır. Yəni, ey insanlar, ey müsəlmanlar, sizə əta etdiyim hər bir nemətə görə şükür səna etməlisiniz və heç vaxtı, heç zaman əta olunmuş bu nemətləri bir an olsun belə unutmamalısınız. Növbəti bir ayə onu göstərəcək ki, həqiqətən də bəşər övladı istəsə ki, uca Rəbbimizin nemətlərini saysın, əsla bacarmaz. Ayə İbrahim surəsinin 34-cü ayəsidir. Və in ta'uddu ni'mətəllahi la tuhsuha. Əgər istəsəniz ki, uca Allahın nemətlərini sayasınız, əsla sayıb başa çatdıra bilməzsiniz. Yəni, uca Rəbbimizin nemətləri o qədər əhatəli, o qədər çoxdur ki, bəşər bir sözlə, nəinki bəşər, bütün məxluqat, mələkut bir araya cəmlənə və istəyə ki, uca Rəbbimizin əta etdiyi bu nemətləri saya, ayə açıq-aşkar şəkildə bildirir ki, o nemətlər hesaba gəlməz.
hesaba gəlməyən rəqəmi də sayıb bitirmək öz-özlüyündə mümkünsüz olur. Növbəti bir ayə Ət-Təkasur surəsinin 8-ci ayəsidir. Bu ayə çox diqqət çəkici bir ayədir. Bayaq xutbənin əvvəlində bir cümlə ilə buna toxunduq. Elə bir ayədir ki, mütləq və mütləq diqqətli olmağımızı biz müsəlmanlardan tələb edir. Ayə buyurur ki, ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَ إِذٍ عَنِ النَّعِيمِ O gün, yəni qiyamət günü sizin hər biriniz mütləq və mütləq nemətlər haqqında sorğu-suala çəkiləcəksiniz. Doğrudur, bayaq qeyd etdik ki, Qur'an-ı Kərimdə və xüsusilə də Əhl-i Beyt məktəbində nəql olunmuş bir çox mötəbər mənbələrdə göstərilir ki, həm də bu ayədə istifadə edilmiş nemət sözü imamət mənasındadır. Amma qeyd etdiyimiz kimi biz bu günləri dünyəvi nemətlər haqqında, mənəvi nemətlər deyil, maddi nemətlər haqqında danışacağımızdan mövzunu bu haqda olan bəzi digər ayə və hədislərlə davam edək. Həmçinin biz Qur'an-ı Kərimə baxdıqda görürük ki, bizə əta olunmuş bütün nemətlərin mənşəyi Allah tərəfindən olduğu deyilir. Bəzən biz öz fərasətimizlə və yaxud da kiminsə vasitəsi ilə hansısa bir nemətə çatdığımızı deyirik. Amma Qur'an açıq-aşkar şəkildə buyurur ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Hər hansı bir nemətə çatmısınızsa, bilin ki, bu nemət uca Allah tərəfindən sizə əta olunmuşdur. Deməli, hər bir nemətin səbəbkarı uca Rəbbimiz olduğundan ona da şükür səna etməyimiz sanki bu ayə vasitəsi ilə dolayı yolla bizim boynumuza qoyulmuş olur. Deməli, bu ayələr həm də onu göstərir ki, uca Allahın verdiyi nemətlər bizim üçün təkcə nemət olaraq qalmır, əziz möminlər, həm də bir məsuliyyətdir. O nemətlərə görə bizim məsuliyyətimiz var. Heç kəsə ixtiyar verilmir ki, ona Allah tərəfindən əta olunmuş hər hansı bir neməti zay edə, o nemətin qədrini bilməyə, sağlamlıq kimi, zaman kimi və s. Bəzən olur, insanlar zamanımızı öldürək kimi ifadələr işlədirlər və yaxud da boş vaxt keçirirlər. Biz ötən söhbətlərimizin birində bu məsələyə toxunmuşduq ki, qiyamətin günündə 4 sualdan biri vaxtını haradan keçirmisən? Ayə və hədislər vaxtın Allah tərəfindən bir nemət olduğunu bizə bildirdiyi üçün deyə bilərik ki, qiyamətin günündə bizdən həm də zamana, vaxta görə o nemətin qədrini bilmədiyimizə görə mütləq və mütləq sorğu-suala çəkiləcəyik. Peyğəmbər əleyhissalam nemətlər müqabilində mütləq bir təşəkkürün olmasının vacibliyini bildirir. Necə ki, bizə edilən hər hansı bir yaxşılığa görə qarşı tərəfə öz təşəkkürümüzü bildiririk. Adi bir yaxşılıq əvəzində mütləq şükürsəna, təşəkkür daha doğrusu edirik qarşı tərəfə. Peyğəmbər əleyhissalam əta olunmuş nemətlərə görə uca Allaha şükürsəna etməyimizi də bizə tövsiyə edərək buyurur ki, Mən ləm yəşkurul mun'imə minəl məxluqinə ləm yəşkurullah. Yaxşılıq edənə
nemət verənə, nemət əta edənə şükür səna etməyən uca Allaha da şükür səna etməyəcək. Bu onu göstərir ki, həqiqətən də cəmiyyətdə də şükür səna etmək üçün ən mühüm amillərdən biri qarşı tərəfə etdiyimiz təşəkkürdür. Yəni etdiyimiz təşəkkür bir növ Allaha şükür sənadır bu mənada. Deməli, şükür, yəni bir-birimizə etdiyimiz təşəkkür bizi şükür sənaya, uca Allaha həmdə aparan bir yol kimi dəyərləndirilir. Və həmçinin biz bəzi hədislərə baxdığımız zaman görürük ki, bəzi nemətlər bizə imtahan üçün verilib. Heç də hər kəs əldə etdiyi mühüm nemətlərə görə fəxarət hissi keçirməsin. Çünki bəzən verilən nemət sənin üçün bir imtahan ola bilər. Əgər sən o imtahandan normal şəkildə çıxmayacaqsansa, deməli, bir müsəlman olaraq, bir mömin olaraq öz dəyərini, Allah yanında olan hörmətini itirmək təhlükəsi ilə üz-üzə qalmış olursan. Həzrət mübarək kəlamlarının birində buyurur ki, İnnəllâhe azza və cəllə yəbtəli ibadəhu bin-ni'am. Allah bəzən öz bəndələrini nemətlə imtihana çəkər. Kəma yəbtəlihim bil-məsaib. Necə ki, onları cürbəcür müsibətlərlə imtihana çəkir. Yəni, bəzən düşünməyək ki, təkcə bizim üçün imtihan vəsiləsi yalnız başımıza gələn müsibətlərdir. Yalnız başımıza gələn bəlalardır, pisliklərdir. Xeyr, bəzən bizə əta olunmuş nemətlər bizim üçün imtihana çevrilə bilər və yaxud da bizim üçün elə imtihan olaraq göndərilmişdir. Nemətlər içərisində bir neçə neməti Peyğəmbər salavatullah birinci yerdə qərar veribdir. O Həzrət mübarək kəlamlarının birində buyurur ki, Ni'mətəni məchulətəni, qədri, dəyəri bilinməyən və yaxud da ona qarşı etinasızlıq edilən iki nemət var. As-sıhhatu vəl-əmən. Onlardan birincisi sağlamlıqdır, ikincisi isə əminamanlıqdır. Baxın, bəzən biz əlimizdə olan bu və ya digər nemətlərin qədrini bilməməzlikdən gəlirik. Peyğəmbərimiz sağlam bədənlə cəmiyyətin əminamanlığını Allahın böyük nemətlərindən ikisi olduğunu bizə bildirməkdədir. Həqiqətən də cəmiyyətdə Allah eləməmiş xaos, özbaşınalıq olduğu təqdirdə müminin abrı gedir. Dini ayinlərin icrası mümkünsüz olur və s. Başqa bir hədisdə Peyğəmbər salavatullah nemətin qorunun saxlanmasının zəruriliyindən danışır. Yəni, indi oxuyacağım bu hədis onu göstərir ki, nemət heç də bir yerdə donub qalan bir varlıq deyil. Həzrət buyurur ki, qayyidun ni'mə biş-şükür. Neməti şükür etməklə bağlayın. Qəyyid sözü əslində dəvənin ayağının bağlanmasına deyilər. Yəni, dəvə və yaxud hər hansı bir minik heyvanını bağlamaq üçün ərəblər bu qəyyid sözündən istifadə edərlər. Möhkəm bağlamağa deyərlər ki, o qaçıb aradan çıxmasın, qaçıb əldən getməsin, zay olmasın. Peyğəmbər əleyhissalam bu ifadəsi ilə həm də onu bildirmək istəyir ki, şükür sənanı
artırın ki, sizə verilmiş nemətlər sizin əlinizdə qalsın. Əks halda, əgər siz şükür səna etməsəniz, yəni şükür vasitəsi ilə əlinizdə olan nemətləri bağlamasanız, o zaman o nemətlər sizin əlinizdən çıxacaqdır. Biz həmçinin, əziz möminlər, Qur'an və hədislərə baxdıqda görürük ki, Uca Allah bəzi nemətləri bizə Qur'anda təkrar və təkrar sadalayır, təkrar və təkrar bizim diqqətimizi o nemətlərin üzərinə yönləndirir. Məsələn, o nemətlərdən biri də sudur. Yəqin ki, hər kəs hansısa bir məqamda susuz qalıb, ya özü ailəsi üçün susuzluqdan əziyyət çəkib və yaxud da bağ-bağatını suvararkən bir müddət su olmayıb və suyun nə demək olduğunu daha da dərindən başa düşüb. Qur'anda bəlkə də nemətlər arasında ən çox zikr edilən nemətlərdən biri də, əziz möminlər, məhz su nemətidir. Əvvəla bunu xüsusi olaraq vurğulayaq ki, Qur'an hər bir canlının mənşəyini suya bağlayır. Bu o deməkdir ki, su həyatın mənşəyidir. Madam ki, bütün varlıqların davamlı olması üçün, həyatda qalması, yaşaması üçün suya böyük ehtiyac var, deməli hər bir kəs o nemətin qədrini mükəmməl olaraq bilməli və dərk etməlidir ki, bu nemət Allah tərəfindən verilib və onu zay etmək olmaz. Ayə buyurur ki, Ənbiya surəsinin 30-cu ayəsidir. وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ Biz hər bir canlını sudan xəlq etdik. Qeyd etdiyim kimi, bu ayə bütün canlıların mənşəyinin sudan olduğunu, sudan yarandığını bildirir. Və digər bir ayə, məsələn, Qaf surəsinin 9-cu ayəsi suyun mübarək olduğunu bildirərək buyurur: وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا Biz səmadan tədricən pak su nazil etdik. فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ Biz o su vasitəsi ilə bağ-bağatı göyərtdik və sizin üçün taxıl məhsulları, biçin məhsullarını yetişdirdik. Bu ayə bir daha onu göstərir ki, nəinki insanın, nəinki canlı varlıqların, o cümlədən də nəbatat, yəni bitkilər aləminin özünün varlığı belə məhz suya bağlıdır. Başqa bir ayədə suyu bizim üçün paklayıcı bir nemət olduğunu bildirir. Bir anlıq təsəvvür edək, əziz möminlər, su yoxdur, murdarlıq hansı bir həddə gəlib yetişmiş olar. Ayə buyurur ki, وَيُنَزِّلُ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُطَهِّرَكُمْ Göydən, səmadan sizin üçün pak su nazil etdi ki, həmən su vasitəsi ilə özünüzü təmizləyəsiniz. Bu ayədə birbaşa təmizliyin sudan ibarət olduğunu bizə bildirməkdədir. Başqa bir ayədə Vaqiə surəsinin 68-69-cu ayəsində Uca Allah bizə belə bir sual ünvanlayıb. Əslində Allahın sual verməsi həmi təhdiddir, həmi xəbərdarlıqdır. Sual bir neçə halda verilər, bilirsiniz. Birinci hal məsələnin mahiyyətini öyrənməkdir. Məsələn, bir-birimizdən biz nə isə soruşuruq, məqsədimiz nədir? Bilmədiyimiz bir şeyi qarşı tərəfin vasitəsi ilə öyrənək. Amma Uca Rəbbimizin bizə ünvanladığı sual bilgi almaq mənasında deyil, əksinə
təhdid və xəbərdarlıq mənasındadır. Quranda çoxdur belə ayələr. Elə o ayələrdən də biri indicə qeyd etdiyim Vaqiə surəsinin 68-69-cu ayəsidir ki, Uca Rəhman buyurur: Əfərəeytumul mə'əlləzi təşrəbun əəntum ənzəltumuhu minəl muzni əm nəhnul munzilun. İçdiyiniz suya nə deyirsiniz? İçdiyiniz suyu bəyəm görmürsünüz? Onu buludlardan, səmadan indirən sizsiniz, yoxsa biz? Uca Allah bu sualı beləcə qoymaqla bir, suyun böyük bir nemət olduğunu bizə xatırladır. İki, o nemətin birbaşa Allah tərəfindən verildiyini bildirir. Üçüncüsü, bəndənin Uca Rəhmanın müqabilində nə qədər aciz olduğunu başa salır. Peyğəmbər əleyhissalam da mübarək kəlamlarında su ilə bağlı bir çox hədislər buyurubdur. O hədislərin birində Həzrət buyurur ki, Mə min muslimin yəsqi muslimən məən illə kətəbəllahu ləhu əcrən. Elə bir müsəlman yoxdur ki, başqa birisinə su verə, Allah da onun üçün çoxlu sayda savab yazmaya. Bu hədis onu göstərir ki, əziz möminlər, su vermək, su paylamaq, ehtiyacı olana bu neməti çatdırmaq Uca Allahın nəzərində ən böyük savablardan biridir. Hətta bəzi hədis mənbələrində qeyd olunub ki, bir günahkar xanım var idi. O, bir quyunun yanından keçərkən, yaxınlıqda olan bir pişiyin susuzluqdan yerə sərildiyini görür. O, ayaqqabısını doldurur quyudakı su ilə, pişiyi sulayır. Peyğəmbər salavatullah buyurur ki, həmən pişiyə can verdiyi üçün, yəni onu susuzluqdan xilas etdiyi üçün Allah o xanımın, o şəxsin günahlarını bağışladı. Deməli, bu və ya bu növdən olan hədislər həm də onu göstərir ki, əziz möminlər, bütün canlılara su vermək Allah yanında böyük fəzilət və o cümlədən də günahların bağışlanması üçün əsas vəsilələrdən biridir. Və hətta mübarək kəlamlarının birində əfzəlus sədaqəti səqiyul ma, ən üstün sədəqə su verməkdir deyə buyurmaqdadır. Ona görə də suya qarşı olan münasibətimiz elə olmalıdır ki, təkcə onu özümüz üçün deyil, həm də başqaları üçün əlçatan etməliyik. Bəzən olur, qonşular arasında olan söz-söhbət, kənd yerləri olsun, şəhər yeri olsun, fərq eləməz. Adam müxtəlif vasitələrlə elə edir ki, qonşusu bəzən sudan əziyyət çəkir və ya bəzən bir damcı su belə əldə edə bilmir. Peyğəmbər əleyhissalamın, o cümlədən digər məsumlarımızın hədisləri onu göstərir ki, suya qarşı olan münasibətimiz ilahi olmalıdır. Yəni, onu həm bir nemət kimi dərk etməliyik və həm də o nemətin təkcə bizim üçün deyil, çevrəmizdə olan varlıqlar üçün, canlılar üçün də əl çatanlığını təmin etməliyik. Su elə bir nemətdir ki, əziz möminlər, İmam Hüseyin əleyhissalam Kərbəlada təkcə bildiyiniz o nemətlərlə deyil, həm də su ilə imtihan oldu. Elə bir şiddətli susuzluq ki, şeytan istəmişdi ki, həmən susuzluq vasitəsi ilə məsuma təsir edə. Ona görə də burada diqqətli olmaq lazımdır ki, bəzi hədislərimizdə can verən zaman insanın çox susuz olduğu bildirilir və şeytanın da əlində
bir camla möhtəzirə, yəni can verənə yaxınlaşıb dinindən dönməsini və əvəzində həmən suyu o şəxsə verəcəyini vəd edir. Bu haqda bizim əlimizdə çoxlu sayda hədis vardır. Çünki son anımız da su ilə imtahandır. Ona görə suya qarşı gərək diqqətli olaq və İmam Hüseyn əleyhissalam bizim üçün bir tövsiyə buyurub. O son anlarında buyurur ki, "Uzkuruni inde şerbil ma." Su içdiyiniz zaman mütləq və mütləq məni zikr edin, məni xatırlayın. Bütün bunların hamısı onu göstərir ki, ilahi nemətlərdən biri həm də bizim həyatımızın davamlı olmasını təmin edən sudur. Dedik ki, başqa nemətlər də Allah tərəfindən bizə verilib. Bizim elə bədən üzvlərimiz. Quran İsra surəsinin 36-cı ayəsində buyurur ki, "İnnes-sem'a vel-basara vel-fuada kullu ulaika kana anhu mas'ula." Eşitməyiniz, yəni qulaqlarınız, görməyiniz, yəni gözləriniz, vəl-fuad və qəlbiniz, düşüncəniz, bunların hamısı məsuliyyət daşıyır və bunlardan mütləq sorğu-sual olunacaqdır. Deməli, Qur'anın mövzu ilə bağlı digər ayələrinə də diqqət etsək, əziz möminlər, belə başa düşülür ki, qiyamətin günündə bizim bədən üzvlərimizdən sorğu-sual olunacaq. Hətta ayələrin birində onların dillərinə, ağızlarına möhür vurarıq, dəriləri şahidlik edər deyə buyurur Rəbbimiz. Bu və digər ayələr onu göstərir ki, həqiqətən də əlimizdə olan nemətləri, həmi özümüzü əhatə eləmiş kainatda olan nemətləri, təbiətdə olan nemətləri və həm də özümüzün bədən üzvü kimi bizə əta olunmuş nemətlərin qədrini bilməli və buna görə də uca Allaha şükür səna etməliyik. Ümumiyyətlə, bugünkü xütbəmizin nəticəsi həm də bundan ibarət oldu ki, əziz möminlər, bütün ilahi nemətlər daim diqqət mərkəzində saxlanılmalıdır. Bir an olsun belə biz nemətdən qafil olmamalıyıq. İlahi nemətlər o qədər çoxdur ki, həmi bizi daxili aləm, həmi xarici aləmdə əhatə etmiş o nemətləri biz saymaqla başa çatdıra bilmərik. Və həmçinin bu ayə və hədislər onu göstərdi ki, bizə əta olunmuş bütün nemətlər barəsində mütləq və mütləq bizdən sorğu-sual olunacaqdır. Ona görə də bizə verilmiş həmi bədən üzvləri kimi olan nemətlərimiz və həm də bizi əhatə edən təbiət, kainatla bağlı olan nemətləri biz qorumalıyıq. Biz onlara görə uca Rəhmana şükür səna etməliyik və bu nemətlərə görə qiyamətin günündə hansı məsuliyyətə cəlb olunacağımızı bir an belə diqqətdən yayındırmamalıyıq. Uca Allahı and verək öz izzəti cəlalına xatir bizə əta etdiyi sağlamlıq və digər bu kimi nemətləri bizim əlimizdən almasın. Uca Allahı and verək öz izzəti cəlalına xatir bizə əta etmiş bu nemətlər müqabilində bizdən sorğu-sual etməsin.